Salam, gəlin bugün gündəlik həyatımıza birbaşa toxunan, iqtisadiyyatın bəlkə də ən maraqlı və strateji sahələrindən birinə baş vuraq. Oligopoliyalara. Yəni, bir neçə nəhəng şirkətin bütün bazarı idarə etdiyi o yüksək gərginlikli şahmat oyunundan danışacağıq. Yaxşı, gəlin hamımızın yəqin ki qarşılaşdığı bir sualla başlayaq. Heç fikir vermisiniz, niyə mobil operator seçmək istəyəndə ağlımıza dərhal cəmi 3 ad gəlir? Yəni Baxsel, Azercell, NAR. Və ya tutaq ki, banka ehtiyacımız var. Bir də baxırıq ki, bazarın demək olar 70%-i cəmi 4 bankın əlindədir. Yəni bu sadəcə təsadüfdür, yoxsa iqtisadiyyatın daha dərin bir qanun uyğunluğudur. Gəlin baxaq, bu məsələnin kökündə nə dayanır? Bax, bu bazar strukturunun adı oligopoliyadır. Və o, inanın ki, iqtisadiyyatın digər modellərindən tamamilə fərqli, özünə məxsus qaydalarla işləyir. Ən sadə dildə desək, bu nədir? Təsəvvür edin, monopoliyada tək bir hökmdar var. Tam rəqabətli bazarda isə saysız, hesabsız kiçik oyunçu. Oligopoliya isə bunlardan kəskin şəkildə fərqlənir. Burada bütün səhnə cəmi bir neçə nəhəngə məxsusdur. Və işin maraqlı tərəfi odur ki, onlar həm amansız rəqibdirlər, həm də bir-birindən ölümcül dərəcədə asılıdırlar. Bu cədvəl demək olar ki, oligopoliyanın DNT-sidir. Gəlin baxaq. İlk üç xüsusiyyət aydındır. Az sayda firma var, məhsullar fərqlidir və bazara girmək çox çətindir. Bunlar deyək ki, oyunun təməl şərtləridir. Amma əsl məsələ bütün oyunun qaydalarını alt-üst edən o dördüncü xüsusiyyətdədir. Qarşılıqlı asılılıq. Bax, bütün sehir buradadır. Bax, məhz bu qarşılıqlı asılılıq oligopoliyanı o gərgin şahmat oyununa çevirir. Yəni, birinin qərarı rəqibinin reaksiyasını nəzərə almadan heç bir məna kəsb etmir. Təsəvvür edin, bir mobil operator tarifləri biraz aşağı salır. Digərləri buna dərhal cavab verməlidir. Yoxsa nə olar? Bütün müştərilərini itirərlər. Və ya bir avtomobil markası yeni model çıxarır. Rəqibləri dərhal öz planlarını, strategiyalarını yenidən gözdən keçirməyə məcbur olur. Yəni, hər bir hərəkət qaçılmaz bir əks hərəkəti doğurur. Yaxşı, bəs bu nəhənglər bir-birinin gedişlərini necə proqnozlaşdırır? İqtisadçılar bu, həqiqətən də mürəkkəb strateji rəqabəti izah etmək üçün bir neçə fundamental model işləyib hazırlayıblar. Gəlin, indi onlara bir-bir nəzər salaq. Deməli, ilk model Augustin Cournot'a aiddir. Cournot deyir ki, gəlin fərz edək, firmalar qiymət yox, istehsal həcmi üstündə rəqabət aparır. Məsələn, neft hasil edən iki ölkəni düşünün. Hər biri qərar verərkən belə bir sual verir. Yaxşı, əgər rəqibim hasilatı dəyişməyəcəksə, mənim üçün ən optimal, ən sərfəli hasilat nə qədər olar? Və bu proses davam edir, sonda elə bir tarazlıq nöqtəsinə gəlib çıxır ki, heç kim tək başına öz həcmini dəyişməklə vəziyyətini daha da yaxşılaşdıra bilmir. Bu, neş tarazlığı adlanır. Yaxşı, bəs firmalar istehsal həcmi yox, birbaşa qiymət üstündə rəqabət aparsalar nə baş verər? Joseph Bertrand'ın modeli göstərir ki,